Herkese salam, videoma xoş gəldiniz. Mən Zivər. Bugün sizin üçün günlük bir video çəkirəm və girişi yeni saç rəngimlə elədim. Bu saç rəngimlə çəkdiyim ilk vloqum olacaq, hətta ilk videom olacaq. Çünki short formasında video paylaşmışdım, saçımın rəngini göstərmişdim, amma onda saçım hələ tam hazır olmamışdı. İndi tamamen hazırdır, saçımın rəngini tamamen düzgün bir vəziyyətə gətirdim. Və ilk videomu şu an çəkirəm. Fərqinə vardım ki, mən bir aydan çoxdur belə evdə günlük bir video çəkmirəm. Tam dəqiq bilmirəm, amma yəqin ki, bir aydan çox olar. Dedim, hazır uzun bir müddətdə çəkmirəm. Bugün sizin üçün evdə belə günlük bir vlog çəkim. Saçım haqqda birazdan danışacağım. Niyə dəyişdirdim rəngini, necə dəyişdirdim, hansı boyayla elədim falan hamısını deyəcəm. Amma indi yox, çünki indi özümə çay süzmüşəm, o çayı içəcəm, səhər yeməyimi yedim. Ama orada saati demedim. Saat da 2'dir, 3'e işləyir. Mən də oyananda saat 1 idi. İndi çayımı içim. Daha sonra videoya devam edəcəm. Çünki çayımı bayaq süzdüm. Qalıb orada. Həm də içməmişəm. Bu arada mən səhər oyananda, daha doğrusu oyanmamışdım. Yatmışdım. Sadəcə səsini eşitdim. Yağış yağırdı çöldə. Amma indi yağmır. İndi yağış yoxdur. Yağış yağırdı bugün səhər. Çayımı içdim, gəldim. Gördüm ki, yatağımı yığmamışam. Ona görə gəlin birlikdə yatağımı yığaq. Yatağımı yığdım. İndi bu lotus tokayla saçımı yığacağım. Bu ne ya? Yatağımı da yığdım. Görev başarılı. Normalde günlük böyle həyatımda yatağımı çox yığan bir insan deyiləm. Yığıram, amma keyfim istəyəndə yatağımı yığıram, istəməyəndə yığmıram. Çünki mən gün ərzində çox uzanıram. Ona görə həmişə yatağımı yığılı saxlamıram. Amma bugün video çəkirəm. Videoda biraz yaxşı olması üçün yatağımı yığdım. Səhər yeməyimi yedim, çayımı içdim, yatağımı yığdım, videomun girişini eləmişəm, hətta davam edirəm. İndi görək nə edirik. Şort kimi dəyişəcəm, onun yerinə şalvar geyinəcəm, çünki şort şu an rahat deyil. Şalvar geyinəcəm. Oturdum sizinlə birlikdə biraz söhbət eləmək, danışmaq istəyirəm. Mən videolarımda həmişə çalışıram ki, bir şeylər eləyim. Danışmaqdan çox nəsə eləyim ki, maraqlı olsun. Çünki mən kimisə videosuna baxanda o insan bir şeylər eləyəndə mənə maraqlı gəlir. Oturub belə boş-boş danışanda, boş-boş olmasa da bir şeylər danışanda mənim üçün çox da maraqlı olmur. Ona görə mən də düşünürəm ki, belə eləsəm daha yaxşı olar. Çünki videolarımda heç belə bir şey eləmirəm. Eləyirəm, amma çox qısa kəsirəm də yəni. Deməli, birinci başlamaq istəyirəm. Nədən? Saçdan, saç haqqında danışacağam. Əslində bir yorum yazdım öz videoma. Videoda danışmağımı istədiyiniz haqda şeylər yazın, suallar falan verin. Sizə verdiniz əslində, amma o sualları falan saxlayıram sabahlama videosuna ki, yazmışdım zaten, sabahlamada cavablayacağım. Bu videodan sonra da yəqin ki, sabahlama videosu gələr deyə düşünürəm. Əgər bu videodan sonra sabahlama videosu gəlməsə, başqa bir video gələcək, ondan sonra sabahlama videosu gələcək. Hər nəysə. Deməli, nə haqqında danışacağım? Birinci saç haqqında danışacağım. Deməli, mən əvvəlcə onu deyim, saçımı niyə boyadım? 2024-ün sonlarındandır. Bir ildən çoxdur. Bir ildə o 2 ilə yaxındır ki, mən saçımı boyatmaq istəyirəm. Amma boyatmıram. Niyə boyatmıram? Həm alınmırdı boyatmaq, bilməm, alınmadı boyatmaq. Həm də ki, qərarım çox dəyişirdi. Gah sarı rəng istəyirdim, gah qəhvəyi rəng istəyirdim, gah başqa bir şey istəyirdim. Yəni alınmırdı. Bir şeydə qərarlaşa bilmirdim. Axır ki, saçımı boyadım. Belə gördüyünüz kimi açıq qəhvəyə boyadım. Əslində mənim aldığım boya bu rəng deyil. Boz rəngi idi. Şəklini qoyacağam bura. Almaq istəyənləriniz olsa buradan baxın. Və mən saçımı boyadığım üçün peşman deyiləm. Həm dəyişiklik oldu, həm də ki, biri yazmışdı ki, peşman olacaqsan saçımı boyatmışsan deyə, peşman olacaqsan yazmışdı. Elə şərh yazanlara da bir cavab vermiş olum ki, peşman olmayacağım. Çünki mən ömrümdə ilk dəfə deyil saçımı boyayıram. Mən 2023-də saçımı boyamışdım.
İndi 2026'da yenə boyadım. Yəni ilk dəfə deyil. İlk dəfə olsa belə peşman olacağım bir şeyi çox düşünərəm, sonra eləyərəm. Ona görə yəni peşman deyiləm. Əksinə çox xoşbəxtəm, belə daha yaxşıdır. İndi yenə çay içirəm və biraz manifestin mahnılarına qulaq asırıq. Saat 4-dür, 5-ə işləyir və mən biraz makyajımı təzələmək istəyirəm. Gün ərzində çox da böyük bir şey eləmirəm. Zaten başa düşürsünüz məncə videolardan. O qədər də böyük işlərim olmur. Makyajımı yeniləyəcəm sizinlə birlikdə. Sentyabrda aldığım və hələ də istifadə eləməyə davam elədiyim həmin o konsilerim. Bunun üstünə fevral ayında bir dənə də aldım konsiler ki, bu bitəndə onu istifadə edeyim. Amma bu hələ də bitmədiyi üçün qıraqlardan biraz taşıb. Ona görə hələ də bunu istifadə edirəm. Çox ağda olmaq istəmirəm. Çox ağ olmaq istəmirəm. Amma I don't know. Stick bir concealer istifadə etmək istəyirəm. Bu concealerımı ümumiyyətlə demək olar ki, heç istifadə eləməmişəm. Bir dəfə makyaj videosunda istifadə eləmişdim. O qədər. Heç vaxt yoxlamadığım makyaj məhsulları ilə video çəkmişdim. Short bir video. Onda istifadə eləmişdim, o qədər. Getdim, qəşəngcə manifestin mahnılarına qulaq asdım. O qədər çox dodaq qələmim var ki, göstəreyim. Baxın. Bunları görürsünüz. Bunların hamısı dodaq qələmidir, hamısı. Hamısı dodaq qələmidir. Hamısı da şey deyim, qəhvəyi rəngli. Bir dənə burada var, qapaqsız. Bu çəhrayı rəngli o qədər. Buna tint olaraq istifadə edirəm, yenə başlamışam. Bunu çox sevirəm. Jevin 698-dir. Əvvəl Jevi heç sevmirdim marka olaraq. Bu dodaq qələmlərindən sonra sevməyə başladım. Bu da Flormar'ın 408-idir. Jev 698 ilə Flormar'ın 408-ini kombo formasına gətirib istifadə edirəm. Yeni başlamışam və çox xoşuma gəlir. Baxın, belə. İndi üstündən vazelin vuracağım. Bəli, vazelin vuracağım. Gloss vurmayacağım çünki gloss rəng verir. Vazelin isə rəngsiz bir şeydir. Vazelini də fırça ilə vuracağım çünki barmağımla eləmək istəmirəm. Barmaqla eləyəndə pozulur dodaq kombosu. Ona görə vazelinlə eləyəcəm. Fırça ilə. Mini vazelinim. Vlogumun ikinci gününe hoş geldiniz. İndi gedəcəyik Hüseyngilə. Havaya baxın. Hava da qəşəngdir. Düz biraz sərindir, amma yenə də qəşəngdir. Buludlar falan. Amin. Bu saç rəngi ilə ilk dəfə çölə çıxıram. Səhv eləmirəmsə ayın 26-sında bu saç rəngini elədim. Bu gün də 28-idir. Yəni 2 gündür ki bu saç rəngindəyəm və ilk dəfə ki çölə çıxıram. Bayaq anam saçımın şəklini çəkdi. Arxadan qəşəng görünürdü. O şəkli anam mənə göndərsə qoyaram bura baxarsınız. Gəldik, indi girdim marketə. Bilməm, anam üçün nəsə bir şeylər alacaq. Ondan sonra, nə şeylər bunlar? Nəysə, bir şeylər alacaqlar. Biz indi marketdəyik. Yəni Hüseyncə satdıq. Nərmin deyir ki, bu qəşəngdir. Bunların heç birini yoxlamamışam. Ya, hansını yoxlamışam bir dəqiqə? Heç birini yoxlamamışam. Ha, bax bu qəşəngdir. Bu qəşəngdir. Neçəyədir bu?
5.26. Bu qəşəngdir. Bunlar da qəşəng olar, bax. Bir dənələr. Bunu yoxlamışam, yemək. Yox. O da deyəsən. Belə bir şey. Ya bu. Aha, o böyüyü bizdə də var ya. Hə. Olmalıdır. Bu bir dənələr də qəşəng olar. Bunlar qəşəng olar məncə. Studiyada. Nə qəşəng görünür bu incə. Bizdə var belə şey. Bizdə niyə yoxdur bunlardan? Nə var? Bundan var bizdə. Yox. Nə var desən? Bu da ondan da, hə. İndi marketdən çıxırıq. Çıxıb gedirik Hüseyingilə. Eləmə. Bir dənə Ronaldo rənginə baxın. Detay. Afrika. Ronaldo'nun neqr forması. Senin 15 yaş oldu. Yəni balacadır da hələ. Amma 4 böyüyəcək. ay əvvəl bunu 11 yaş. Yəni uşaqlar, Hüseyin biraz balacadır. Ona fikir Yox, verməyin. mən Mən böyüyəm. Editlərə hazırlayım inşallah. Mən- Kapak editi. Mən böyüyəm. Hüseyin balacadır. Nərmin də balacadır. Yaxşı. Nərmin mən hamısından böyüyəm. Nərminlə də böyüyəm, Hüseynlə də böyüyəm, Sahiblə də böyüyəm. Sahibdən ən azından Ən böyük böyük oldu yəni. Səndən 11. Nəysə. İndi gedirik çay içməyə, çünki anam məcbur elədi. Ürəyimiz Qardaşımız fitnesslə məşğuldur. Kiminsə nəsə söhbəti olsa desin əldə eləyərik. İndi Hüseyin bütün video boyunca yəqin ki bizim gözümüzə soxacaq fitnesslə məşğul olduğunu. Hüseyin nə edirsən? Başqa video qoy. Bu nədir? Düzəməli videomu qoy. Məktəb videolarındasan. Görünürsən çəkir. Göster bakalım hocam. Fərqi yoxdur. Dolu değil dolu. Kızım sevmiyor. Bu videoda bax. Oo zirven videoları. Zirven. Bu nədir? Yox, çox yaşa. Niye eğri oldu? Başına eğri. Başına eğri. Qərib. Enteresan. Enteresan. Yenə də böyük deyə. Yəni belə də böyüdü. İndi evdəyik və çay içirik. Çay içəndən sonra isə nə edəcəyik? Düşəcəyik aşağı, biraz aşağıda gəzəcəyik. Düşürük aşağı. Bayaq oturduq, çay içdik. Düşürük aşağı. O adam çıxırmış bir də. Çıxırıq çara. Çok necəsən? Hə? Necəsən? Başım cicələndi. Ay hə, mənim də. Niye böyle oldu şey? Bilmirəm. Axırıncı dəfə mən haçan sizdə vlog çəkmişdim Hüseyin, yadımda deyil. Hüseyin Erkin'i deyil idi ya. Daha yaxın bir. Ay o şey oktyabrda deyəsən. Ən son oktyabrda burada vlog çəkmişdim. Bilmirəm, oktябr idi. Marketə girdik. Marketə girmədik. Ölməyibsə də indi şeydir. Molda, hə. Moldayıq. Star Molda. Mhm. Adını da ver. Moldayıq, Star Moldayıq adını da dedim. İndi reklam. Gəl paraşok alaq. Evinizde. Bu şey viral Mən bunu şey. yemişəm. Bu viral şeylər. Mən bunu yemişəm bu arada. Necə dadılar? Necə dadılar? Mango olsun yedim, çox qəşəng. Bir şey böyle vermem. Niyəsə dadlıymış kimi gəlmir. Ay sağ ol. Çox qəşəng. Həqiqi. Allah. Hüseyin dedi ki, keçən dəfə bunu alıbmış Heç və qəşəng dadı var qəşəng deyil. deyilmiş. Ha, Prosta məncə o deyildi. bizdə belə şeylər yoxdur. Bizdə Sizcə niyə? fason bir şey. Bizdə niyə belə şeylər yoxdur? Necə dadı pis Məncə olur? qəşəng deyil bunda da. Məncə də. Məncə bunun dadı qəşəng deyil. Deyirəm. Bunu tək. Bunu Bunu çəkirəm. alaq. Hüseyin deyir bunu alaq. Dedi bunu alaq. Hadi Bunu. ya. Bir şey deyəcəm. Bununla niyə qiymət fərqi var ki? Bananlıdır, bu sadət. Bu yaxşıdır ondan. Yo bu yaxşı. Ayrımcılıq. Ayrımcılıq ellər. Sizcə hansı daha dadlıdır? Məncə Məncə bu daha dadlıdır. çünki 10 paska bundan aldıq sizlərə. Hüseyin deyir ki 10 paçka bundan alaq. 10 paska. Kutu gəlsin. Sport. Sport bitinci. nənəmin favorisi. Zarfdır. Bundan Daş. daş. Nasıl benim? Ömrümüzü yiyən o. Bunun da aslında pis deyil. Bir şey deyim, məncə bunun da Bir pis sən deyil. haçan dadı qəşəng olur. Az olanda yeysən. Az olan. Onda dadı pis olmur. Baxın, çox qəşəng görünür. Çox şirin görünür. Bunlar. Yəni bir nəfər ballı tortun katmanı. Baxın, Sueda, Mina, Lidia, Zoktay, Esin, bu da şey Hilal.
Ay, o Hilal bu olsun, bu daha bənövşəydi. Bu. Hansı manifest qızısınız? Mən Suedayım. Sueda. Biz bunu yoxlamışıq Nərminə ikimiz. Amma digərlərini heç yoxlamamışıq. Hüseyn də deyir ki, bu pisdir. Mən də deyirəm bu pisdir. Ona Bu da görə sadə bunu olar. alaq. Ona görə deyir ki, bu nədir? Bunun içində var ki. Ayıb olmasa dedim. Ay, Nərmin, bunda var bir dənə. Burada 3 dənə var Hüseyn. Bunda var bir dənə. Bunun içində var, bunun içində yoxdur. Nasıl yəni? Boş ver də, boş ver. Ayrımcılığa var bir dənə. Hə. Hüseyn deyir ki, qəşəng indirim var. Yararlanmaq lazımdır. 68 qəpiyə düşür. Ne bir şey. Çaş 67 qəpiyə düşər. 6-7. Bu acı olar, hə? Hə. Zəhrim ararda mısın? Ya bu acıdır zaten üstü. Bu acıdır, hə? Qərar verdik ki, bunu alırıq. Ben bu uyumlu diye bak. Bunu alırıq. Al. Ya, bunlara bakın. Çok tatlış. Mən Hello Kitty'ni çox sevirəm. Bu da çok minnoş. Bakın. Ne bak hele. Nə qəşəngdir. Bizdə belə şeylər yoxdur. Bizdə belə şeylər tapılmır. Bunlara bakın. İzzəti alaq. Ve de köynəyin markasında çağırın bura. olan. İzzət çağırın bura. Köynəyin markasındakı şey. Köynəyin markasındakı şey yox, köynəyin markası. Makyajım yoxa çıxıb. Benim de yok. Makyajı eləyəndə soft girl oluram. Makyajım üzümdə biraz qalandan sonra bad girl oluram. İndi evə gedirik. Evə gedirik deyəndə ki, evə çatırıq. Durmuşuq indi burada balkonda, belə insanlara baxırıq. Hüseyn də deyir ki, düşək aşağı. Mən dedirəm, tamam, okey, düşək. Belə indi düşürük aşağı yəqin ki. Biz yenə çıxdıq çölə. Bunu belə elədim, baxın, belə elədim. Məncə belə qəşəng görünür. Deməli, seçirik hansından alaq. Seçirik hansından şey eləyək. Amma biraz. Hansını tövsiyə edirsən? Görürsən altdakı necə dadır, bax bu. O necə dadır, bax, o. Necə ağını alsaq daha yaxşıdır. Məsələn, sən yox. İl yaxın. Ah, qəşəng olmaz. Bu daha yaxşı olar. Nə incə də bu. Uşaqlar, Hüseynin cibində 95 manat var. Yox, hələ ki 90 manat evə qoymuşam. 90 manatını da evə qoyub. 5 manat üstündə. Biz de 10 manat alanda şey eləyirik bunu. Bu. Hüseyin deyir ki, bunu alaq. Tut. Gedək. Burada binalar arasında belə yol var. Oha, bu nə maşındır? Məsələn, bax, Zamatı maşını niyə seçirəm? Onu oynayırıq indi və mən hələ ki çox da yaxşı getmirəm. Ayda. Videonun batına gitti. Videonun şeyini. kartını götür. Nəysə. Ayda Kimdə unutmuştum. zivərdə. İndi bu nə idi ki? Qoyu. Çox təhlükəli kartdır, onu arxada saxla məncə. Tamam. Arxada saxla ki, hər hamilədə onu oynaya bilirsən. Bildim. Nəysə, belə oynayırıq onu.